Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala Rasulillah əmmə bə'd. Ən birinci salamlayıram dinləyiciləri Allahın salamı ilə. Sonra təbii ki, biz gözəl günlərdə yaşayırıq, gözəl aydır. Biz Zilhiccə ayındayıq. Və Allah Taala'nın hikmətindəndir ki, Allah Taala bəzi günləri, bəzi günlər üzərində üstün eləyib və bəzi ayları bəzi aylardan və bəzi yerləri bəzi yerlərdən və bəzi insanları bəzi insanlardan üstün tutub. Amma məsələn günlərin günlərdən üstün olması cümə günü misal çəkmək olar. Və ya gecələrdən bəzilərini gecələrdən üstün eləyib, məsələn Qədir gecəsini misal çəkmək olar. Aylardan məsələn Həcc ayını və ya Ramazan ayını üstün eləyib başqa aylardan. Həmçinin yerlərdən Məkkəni, Mədinəni, Məscid-ül Aqsanı, Qüdsü başqa yerlərdən üstün eləyib. Həmçinin insanları bir-birlərindən üstün eləyib. Məsələn, peyğəmbərləri üstün eləyib başqa insanlardan. Və bu Allah Taala'nın bizim üzərində olan lütfündəndir. Və biz hal-hazırda Zilhiccə ayındayıq. Bildiyiniz kimi Zilhiccə ayı, xüsusən də o ayın ilk 10 günü mühümdür. Allah Taala Quran-ı buyurur ki, "Vəl-fəcri və ləyalin aşr." And olsun fəcrə və and olsun o 10 gecəyə. Əksər elm əhli bu 10 gecəni Zilhiccə ayının ilk 10 gününü təfsir ediblər. Onlar deyirlər ki, bu 10 gün Zilhiccə ayının 10 günü deməkdir. Təbii ki, bu ayda xeyirli əməllər cəm olur, xeyirli əməllər daha çox edilir və yetər ki, bilmək ki, bu ayda həcc eləmək fərzdir. Kimin ki imkanı var və kimin ki malı var, kimin ki mülkü var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən də Allaha ən sevimli əməl, yəni elə bir gün yoxdur ki, o günlər içərisində Allaha qalxan ən sevimli əməl Zilhiccə ayının 10 günündəki olan əməllər olmasın. Yəni, o gündə olan əməllər Allah Taala'ya ən sevimli əməllərdəndir. Və sahabələrdən bəzilər soruşdular ki, ya Rasulullah, hətta Allah yolunda cihad eləməkdən də Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bəli, hətta Allah yolunda cihad eləməkdən də. Sonra dedi ki, yalnız bir halda ki, getsin, yəni cihada getsin, döyüşə getsin və geri qayıtmasın. Yəni şəhid olsun. Şəhidin məqamı şəriətimizdə üstündür, ali bir məqamdır. Və biz elə bir aydayıq ki, yəni o ayın əməlləri Allah qatında ən sevimlidir və Allaha ən xoş gələn əməllərdir. Hətta cihaddan belə bir haldan başqa ki, əgər mücahid, Allah yoluna döyüşən əskər getsə və geri qayıtmasa. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən də Zilhiccə ayının 10 günün elə bir günü yoxdur ki, orada edilən əməllər Allaha sevimli olmasın. Və sonra buyurmuşdu ki, o gündə və ya o günlərdə Allahı təsbih eləməyi, yəni Subhanallah deməyi və təkbir eləməyi, Allahu Ekber deməyi və təhlil eləməyi, yəni La ilahe illallah deməyi unutmayın. Yəni o günlərdə bu şeyləri eləyin. Həmçinin bilmək lazımdır ki, Zilhiccə ayı həcc ayıdır. Həclər artıq bəziləri yola düşüblər və inşallah həcc ziyarətlərini yerinə yetirəcəklər. Təbii ki, bu ayda gözəl bir gün var, o da Arafa günüdür. Arafa günü Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oruç tutmağa əmr eləyib. Arafa günü oruç tutmaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnətindəndir və əcr olaraq, mükafat olaraq da bir il keçmiş və bir il gələcək günahları bağışlayar deyib. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib ki, kim Arafa orucunu tutsa, onun bir il keçmiş və bir il gələcək günahları bağışlanır. Və insan həris olsa, o gün oruç tutmağa, yəni cəhd göstərsə, səy göstərsə, bu əcri, bu mükafatı qazanacaq. Kim özünü məhrum eləsə, günah qazanmasa da, lakin bu böyük fəzilətdən uzaq düşəcək. Bu
günlərdə həmçinin bayram günü var. Bu Zilhiccə ayının günlərində bayram günü var və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən gözəl gün bayram günüdür. Ən gözəl gün bayram günüdür, yəni qurban kəsilən gün. Və sonra buyurur ki, sonra ondan sonra gələn gündür. Yəni artıq Qurban bayramından gələn sonraki növbəti gün. Və Peyğəmbər sallallahu aleyhi ve sellem təkbir eləməyi, Allahu Ekber deməyi, Subhanallah deməyi, La ilahe illallah deməyi, yəni zikr eləməyi bu ayda bizə tövsiyə edib və qurban kəsmək ibadəti də bu aya düşür, Zilhiccə ayına. Kimin imkanı varsa, kimin yəni maddi cəhətdən vəziyyəti imkan verirsə, o qurban keçsin. Qurban da qoyun 6 aydan yuxarıdır, keçi 1 ildən yuxarıdır, inək 2 ildən yuxarıdır, dəvə isə 5 ildən yuxarıdır. Yəni bu qaydalara riayət eləməklə kəsə bilər. Başqa cür sinif heyvanlardan qurban olmur. Məsələn, toyuqdan, qazdan, hündüşkadan, belə şeylərdən qurban olmur. Amma qoyunu və keçini bir nəfər kəsir. Amma inəklə dəvəyə 7 nəfər şərik ola bilərlər. Ən çox 7 nəfər şərik olur. Və onlar az da ola bilərlər. 6 nəfər də olar, 5 nəfər də olar. Əsas 7 nəfər və onun üzərində olmasın. Yəni 7 nəfərdən çox olmasın. 7 nəfərə qədər icazəlidir. Və bəzi insanlar yanlış işlər görürlər bu ayda. Yanlış işlərdən biri də nədir? Xüsusən qurbanlıqda gedib ət alırlar. O qurban sayılmır. O qurban sayılmır. Və bəzi insanlar kəsir namazdan qabaq. O da qurban sayılır. Namazdan sonra kəsmək lazımdır. Və bəzi insanlar da özü kəsə bilə, özü eləyə, özü eləməyi bazara göndərir başqa yerlərə, başqa ölkələrə. Bu da məsləhətli deyil. Elə öz ölkəndə özün kəs, öz ölkənin kasıblarına payla. Təbii ki, göndərmək də olar, bu da icazəlidir. Lakin çox sayılı sualları nəzərə alıb burada cavab vermək istəyirəm ki, yəni ciddi bir ehtiyac yoxdursa, ciddi bir məsələ yoxdursa, öz ölkəndə kəs və payla. Allah Teala işləndən üçün faydalı etsin və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi və sələmə təslimən kəthira.